Sabahınız xeyir doktor. Sabahınız xeyir. Doktor, sizə bir sualım olacaq. Xanımlar üçün də bu maraqlıdır. Hansı halda vaginoplastika lazerlə, hansı halda əməliyyatla? Bizim lazer seçimimiz əsasən əməliyyat istəməyən pasientlərə tətbiq olunur. Lazerin effekti bir hissiyatın artırılmasına köməklik edir ki, bunu biz əməliyyatla tam təmin edə bilmirik. İkincisi, lazer israfları artırır. Yəni, vaginal quruluq şikayəti olan xanımlarda daha effektiv olur. Və üçüncüsü, əməliyyata bağlı problemləri, ağırlaşmaları, əməliyyatın ağrısını pasiyent çəkməmiş olur. Uzun müddətli cinsi əlaqə qadağası olmamış olur. Ancaq əməliyyat qədər darlığı təəssüf ki, biz lazerlə ala bilmirik. Lazer nisbi bir darlıq yaradır pasiyentlərdə. Yəni, əməliyyatın verdiyi darlığı təəssüf ki, yarada bilmir. Əsasən əməliyyat istəməyən, vaginal doğuşu olmayan və keysəriyyə əməliyyatı olmuş, ya ümumiyyətlə doğuş etməmiş, ya da vaginoplastika əməliyyatından sonra hissiyatın daha da artırılması, darlığın daha ideal olmasını istəyən pasiyentlərə biz əlbəttə ki, lazer tətbiq edirik. Lazer prosedurundan sonra pasiyent birbaşa evə gedə bilir, yəni xəstəxanada yatmağa ehtiyac olmur, qan ya da ağrı belə bir problemlər olmur və ən əsaslı cinsi əlaqə üçün 1 həftə 10 gün vaxt lazım olur. Halbuki əməliyyat sonrası biz 6 həftə 3 ay arası cinsi əlaqəni qadağan edirik. Yəni tam yara sağalana qədər cinsi əlaqəyə icazə vermirik. Əlbəttə bunlar pasiyentin istəyinə görə, seçiminə görə dəyişə bilir. Doğmamış qadına vaginoplastika etmək olur. İç doğuşu olmuş bir xanıma lazer proseduru da icra etmək olur. Bunlar biz pasiyentlə müayinə etdikdən, ətraflı danışdıqdan və başa saldıqdan sonra verəcəyimiz qərarlar olur. Təşəkkürlər. Sağ olun.